Salam. Semir adında qardaşımız var. Salamlayıram buradan. Bu videonu yollamışdır. Dedi bu videoya bax cinən. Yəni dediyi sözlər Quran ayələri ilə danışır. Qulaq as görək nə deyir. Mən də inşallah indi səs 6 dəqiqə 57 saniyə gedib. Çalışdığım qədər inşallah özümün şəxsi fikirlərimi söyləməyəcəm, ayətlər göstərəcəm sadəcə. Dayandıra. Gəlin dinləyək. Müteal Allah Nisa suresinin 59. ayesinde buyurur. Ya Bu musiqide olmasaydı laf qəşəng olardı, nəysə. eyyuhellezine amenu. Ey iman getirenler. Etiullah ve etiur Resul ve ulil emri minkum. Ey iman getirenler, itaat edin Allah'a, itaat edin Resul'a yani peygambere ve özünüzden olan emir sahiplerine itaat edin. Düzdür, müteal Allah. Burada itaati mütləqdir. Mütləq itaətdən söhbət gedir. İndi səbəblərini biləcəyik, mütləq. Zaten başqa cür ola bilməz. Nisbi itaət, mən atama itaat edirəm də valideynimə, düzdür? Övlada vacibdir öz atasına itaat edesin və s. Amma burada mütləq itaətdən gedir ki, hər bir məsələdə Allaha necə itaət olunursa, Peyğəmbərə də o formada itaət olunmalıdır və əmr sahiblərinə. Çünki Allah təbarək və teala fərq qoymadan bunu bəyan edir ki, eyni səviyyədə Allaha necə itaat edirsən, elə Peyğəmbərə o cümlədə əmr sahiblərinə itaat edəməsin. Etiullah və etiur Resul və ulil əmri minkum. Mütləq itaət. Tamam. İndi ardına baxın. Baxın, itaət-i nisbi deyir və itaət-i mütləq deyir. Sizcə Allah özünə mütləq itaət deyir ha, Allaha necə? Yəni Allah bizə deyir şirk qoşmayın. Allah şirki bağışlamaz. Allaha şərik qoşmaq zülmlərin ən böyüyüdür. İtaətdə özünə ortaq götürdü. Yəni mütləq itaət istədi. Yəni bu məntiqi necə görəcəyik? 1 dəqiqə 11 saniyəsini dinləmişik. Baxın, ayət budur. Ey iman edənlər, Allaha itaat edin, Rəsula itaat edin. Burada nöqtəli vergül qoyun, bu və hərfləridir. Yəni Allaha itaat edin, ey iman gətirənlər və Rəsula itaat edin və ilə bağlayır. Və sizdən olan əmr sahiblərinə itaat edin. Nəticədə əgər tənazəətun fi şeyin, əgər bir şeydə deyir ixtilaf eləsəniz, fərədduhu ilallah, onu Allaha tərəf qaytarın və Rəsul və Rəsula qaytarın. Burada görürsünüzsə də, yəni ulul əmri gətirmir, Allaha və Rəsuluna qaytarın. Məsələ burasındadır ki, Allaha deyirlər Qur'ana qaytarmaqdır. Rəsula, yəni bizim elçinin özünün yazmadığı, elçinin özünün əmr etmədiyi, Allahın əmr etmədiyi, bunların sonradan özlərinin yazdığı və fərqli qaynaqlar qərar verdiyi kitabları, tək Məhəmməd Nəbinin də hədisləri deyil, başqalarının sözləri, fikirləri də orada var. Sanki Allahın ikinci qaynaq kimi əmr etdiyi və bu Rəsula itaat adı altında insanlara yeridilməyə çalışır. Bu da bir yanlışdır. Əslində buradan biz anlayırıq ki, əgər ixtilaf etsəniz, deyir ki, indi videoda baxacaqsınız, yəni zaten bunlar nədə ixtilaf etdilər? Allahda, Rəsulda yox, ulul əmrin kim olmasında deyir, ixtilaf etdilər. Halbuki Quran bizə ulul əmrin kim olduğunu da açıqlayır. İndi o ayəti göstərəcəm. İn kuntum tu'minun billah, əgər Allaha və axirət gününə iman gətirirsinizsə də, Allaha və Rəsuluna qaytarın deyir. Bu xeyirlidir. Əhsənü təvil baxımından, yorum baxımından. Gəlin birinci ulul əmri göstərəyin. Yenə də eyni surədə Nisa surəsinin 83-cü ayəsində Allah buyurur ki, onlar güvən və ya qorxu ilə əlaqəli bir xəbər gəldiyi zaman, nə zaman ki onlara bir əmr gəlir, əminlikdən, yəni güvəndən və ya qorxudan əzabihü, onu yayarlar, o xəbəri yayarlar. Əgər onu rədd eləsəydilər, qaytarsaydılar Rəsula və ilul əmr minhum və özlərindən olan əmr sahiblərinə. İndi adam videoda deyir ki, görsən burada Rəsula qaytarmadı. Amma burada belə Rəsula qaytardı, qaytardı, Allaha qaytardı, amma ulul əmri görsən qaytarmadı. Niyə? Çünki ulul əmrin özündə ixtilaf var. Amma ayətdə görürük ki, burada bu ayədə Rəsula və ulul əmrə qaytarmağı da gətiribdir.
Yəni bir sözü digər sözü ilə paradoks təşkil edir və yaxşı bu ulul əmr kimdir? Və Rəsul burada nədir və yaxud da kimdir? Rəsul zaten mənası göndərilmiş deməkdir. Yəni göndərilən kəs də və şey də rəsuldur. Göndərilirsə, Allah öz vəhiyini göndərir, o da bir rəsuldur. Kimə göndəribsə də o da bir rəsuldur. Kimi ilə göndəribsə də o da rəsuldur. Yəni gətirən də rəsuldur. Kimə gəlibsə o da rəsuldur. Gələn şeyin özü də rəsuldur. Hər üçü də rəsuldur yəni. Yəni mələyi də rəsuldur, vəhyi də rəsuldur və gətirilən kəs də rəsuldur. Vəhiy edilən kəs də rəsuldur. Bu üçü də rəsuldur. Amma mələyin rəsul olması, şəxsin rəsul olması, hər ikisi asılıdır vəhiydən. Əgər vəhyi ortadan götürsək, nə mələyin rəsulluğu qalır, gəlişinin bir mahiyyəti qalır, nədən bir şəxsin rəsul olmasının mahiyyəti qalır. Yəni hər ikisinin rəsul sifəti ilə sifətlənməsi vəhyin özünə bağlıdır. Vəhiy olmadan bu ikisinin rəsul olmasının nə anlamı var, nə də məntiqi vardır. Yəni davam edək. Zaten rəsula itaət vəhiy gələn şəxsin özü də, onu gətirən mələyə də, o gələn vəhyə də itaət etməlidir. Yəni buradan anlayırıq. Çünki Allaha itaət həm nəbiyyə, həm ulul əmrə, həm də bütün möminlərə vacibdirsə Allaha itaət. Eyni ilə rəsula da itaət nəbiyyə, möminlərə və hər bir kəsə ulul əmrə də vacib olar. Aydın nə demək istəyirəm? Odur ki, biz rəsula itaəti Allaha itaətdən də ayırmayacağıq. Gəlin videonun davamına biraz da qulaq asaq. Buyurur ki, buyurur. فَاِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ Əgər bir şey haqqında ixtilafa düşsəz, tam niza əmələ gəldi aranızda, çəkişmək düşdü, ixtilaf elədiniz. Əgər bir şey barədə ixtilafa düşdünüz, fərudduhu, qaytarın o ixtilafa düşdüyünüz şeyi, məsələni hara? İlallah, Allaha qaytarın, gedin Allahdan soruşun, Allahdan öyrənin. Neyniyək burada biz? Sonra hara qaytarın? Və rəsul. Fərudduhu ilallahi və rəsul. İn kuntum müminin. Möminsünüzsə. İxtilafa düşdüyünüz mövzuda o problemi həll eləməkdən ötürü o məsələni qaytarın Allaha və kimə? Və rəsula. Qabaqda demişdi, itaat edin Allaha, Peyğəmbərə və əmr sahiblərinə. Amma problem yarananda, ixtilaf düşəndə qaytarın hara? Allaha və rəsuluna. Niyə əmr sahiblərinə qaytarmırıq? Niyə demir? Niyə demir əmr sahiblərinə qaytarın? Çünki ixtilaf əmr sahiblərinin məsələsində düşürdü. Bir ixtilaf buradadır da, bundan böyük ixtilaf var. İxtilaf elə əmr sahiblərinin məsələsindədir də. Bundadır da problem. Bir şey öz-özünə dəlil olmaz ki, əmr sahibləri haqqında ixtilafa düşsünlər, sonra geçsinlər əmr sahiblərindən soruşsunlar. Yox, olmayacaq ki, əmr sahibi sayır ki, həqiqi əmr sahibini qəbul edir ki, gərək qayıtsın hara? Allaha, Peyğəmbərə. Düzdür? Yaxşı, indi ixtilafa düşmüşük. Allaha and olsun ki, bu adam şablon danışır. Yəni əzbərlənmiş formada danışır. Çünki bu adamın xəbəri yoxdur bu ayətdən. Bu indi sizə göstərdiyim ayətdən bu adamın xəbəri yoxdur ki, Allah burada deyir ki, əgər qorxudan və əminlikdən sizə bir xəbər gəlsə, dərhal onu yayırsınız. Əgər onu qaytarsanız Allaha deyirəm, üzr istəyirəm. Burada Allah gəlmədi. Rəsula və sizdən olan əmr sahiblərinə. Allahı gətirmədi burada. Rəsula qaytarmaq, ulul əmrə qaytarmaq. Yəni ulul əmr rəsul varsa da, yəni göndərilən vəhiyin göndərilən müxatəbi şəxs varsa ona götürəcəm. Da ulul əmr elə onun özüdür da. Mən başqa ulul əmr axtarmayacağam ki. Əgər o yoxdursa da, o zaman ulul əmrə götürəcəm. Anlaşıldı nə demək istəyirəm? Ulul əmrə götürmək, rəsula götürmək sayılır. Rəsula götürmək də Allaha götürmək sayılır. Yəni Allahın ayrı qaynağı, Rəsulun ayrı qaynağı, ulul əmrin də ayrı qaynağı olmaz. Hamısının bir qaynağı var. Anlaşıldı demək istəyirəm. Zaten ayənin davamı da bunu açıqlayır bizə ki, dalınca buyurur ki, ulul əmrə götürün, minhum onlardan olan əmr sahiblərinə götürsünlər. La'aliməhu, hökmən onu bilər, o kəsləri ki, yəstənbitunehu minhu, onlardan olan o kəslər ki, onu istinbat edə bilirlər.
İstinbat nəbətə sözündəndir. Yəni çıxarış edə bilirlər. Məsələnin özünü, özəyini tapa bilirlər. Bu qabiliyyətdədirlər. Yəni ulul əmir hansısa bir şəxs deyil, ünvanlı bir adam deyil ki, hər zaman o olsun. Zamanla dəyişir bu. Məsələn, Yusuf surəsində bir ayət var. Hər biləndən üstün bir bilən var deyir. 70-dən yuxarıdakı ayələrdədir hardasa. Hər biləndən üstün bir bilən kəlməsini gətirir. Yəni hər bir bilən özündən üstün bir bilənə bir məsələnin həllini bu həll edə bilər deyə götürürsə də, əhlinə yəni aparırsa da, o adam bu adam üçün ulul əmr hökmündədir. Burada da bu sifətə sahib olan, yəni istinbat edə bilən, nədə istinbat edə bilən, yəni ayətlərlə. Məsələn, mən bu videonu mənə bir qardaş atır, özü bu məsələni fikirləşir ki, bu məsələnin, bu videonun cavabını, bu videonun doğru və yaxud da yanlışını doğru yaymır da. Bunu haqq kimi yaymır. Birinci mənə göndərir ki, qardaş bir bax ki, bu adam düzmü danışır deyək ki. Mən də baxıram, görürəm yanlış danışır. Öz fikrimi söyləmirəm və bunun dediyi fikirlərin doğruluğunu və yanlışlığını yenə də Allahın kitabına götürürəm. Yəni Rəsul hara götürəcəkdisə də ora götürürəm. Həqiqi ulul əmr deyilən kəslər hara götürürsə ora götürürəm, yəni Allahın kitabına. Aydın demək istəyirəm və göstərirəm ki, bu adam yanlış danışır. Deyir, doğru çıxarış eləyərdi. Və ləvlə fazlullaha aleykum, əgər Allahın sizin üzərinizdə olan artırması, fəzli olmasaydı və rəhməti olmasaydı, hamılıqla şeytana tabi olardınız, azınız istisna olmaqla deyir ayət. Gəl bir dənə də buna deyim. Bunlar ki, Allah və Rəsulun arasına ayrılırlar, bir çox ayətlər var. Mən sadəcə bir neçəsini göstərmək istəyirəm. Həmişə bu fikirləri söyləmişəm. Bir daha da istəyirəm göstərəm ki, məsələn, Allah Teala bir çox ayətlər var burada. Burada məsələn, Bəqərə surəsində Allah və onun elçisinin sizə müharibə elan etdiyini bilin kəlməsi var. Allah və elçisinin sizə müharibəsindən danışır. Bir ayət Bəqərə 279-da sələm verənlər sələm verməyinə davam eləsə, Allah və elçisi onlara deyir, müharibə elan edir. Allah ayrıca və Rəsul da ayrıca müharibə elan eləmir. Və yaxud da Maidə 33-də Allah və onun elçisinə qarşı müharibə edənlərdən danışır. Burada Allaha bir başqa, Rəsula da bir başqa müharibə eləmirlər. Bəqərə surəsi 107-ci ayədə isə zərər vurmaq məqsədi ilə, möminlərin pusmaq məqsədi ilə əvvəlcədən nə qarırlar? Allaha və onun elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlərdən danışır. Allah və onun elçisinə müharibə. Allahla ayrı və Rəsulla ayrı müharibə deyil, yəni. Nisa surəsi 100-cü ayədə kim Allah üçün hicrət edərsə, Allah deyir onun üçün yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allah və onun elçisinə tərəf hicrət edərkən evindən çıxdıqdan sonra ölüm onu haqlayarsa, onun mükafatı Allah verər deyir. İfadədə biz baxırıq, görürük ki, Allah və Rəsuluna bir hicrətdən söhbət gedir. Allaha bir başqa tərəfə, Rəsula da bir başqa tərəfə hicrət mi var? Yəni, yoxsa Rəsula hicrət edən Allaha mı hicrət etmiş olur? Ənfal 1-ci ayədə Allah səndən qənimətlər haqqından soruşurlar. Deyir ki, qənimətlər Allaha və onun elçisinə məxsusdur. Allaha başqa bir qənimət, elçiyə də başqa bir qənimət. Zaten Allahın qənimətə ehtiyacı mı var? Yəni, bu nə deməkdir? Nə anlama gəlir? Düşünün, yəni ayırmasınlar. Bunlar Allaha itaət gələndə, Rəsula itaət gələndə, Allaha itaəti, Qur'ana itaət, Rəsula itaəti öz uydurduqları hədislərə itaət olaraq götürürlər. Bu da böyük bir yanlışdır. Tövbə surəsi 1-ci ayədə Allah və onun elçisinin əhd bağlayanların müşriklərə xəbərdarlığı var. Allah ayrı bir xəbərdarlıq, elçisi də ayrı bir xəbərdarlıq edirdim. Yoxsa elə Allahın vəhyi ilə gələn bu xəbərdarlığı çatdıranda Allah və Rəsulu eyni bir şey üzərindən mi xəbərdarlıq etmiş olur? Tövbə surəsi ən bariz dəlillərindən biridir bu cür düşünənlərə. Əhzab 57-də şübhəsi yoxdur ki, Allah və onun elçisini əziyyət verənlərdən danışır, incidənlərdən danışır. Allah ayrıca, Rəsulu da ayrıca incidirlərmi? Allahı incitmək olurmu? Zaten bu mümkündürmü yəni?
Yəni bu kimi bir çox ayətlər var və yaxud da ki, Allah və onun elçisindən qabağa keçməyin. Deyək ki, bir adam elçidən qabağa keçə bilər. Şəxs olan bir şəxsdən qabağa keçə. Allahdan qabağa keçmək necə mümkündür yəni? Yəni necə bir məntiqdir düşünürlər, onu biraz zənə fikirləşmələri üçün demək istəyirdim. Və yaxud da Tövbə 90-da da deyir ki, Allah Teala Allah və onun elçisinə yalan danışanlar. Yaxşı bir adam ola bilər bir şəxsə yalan danışsın. Məsələn, Allah Bəqərə surəsinin hekayələrində onlar Allahı və möminləri aldadırlarmı? Xeyr, əslində onlar özlərini aldadırlar, lakin anlamırlar. Allahı ayrıca, möminləri ayrıca aldadırdılar. Yoxsa möminləri aldatmaq Allahı aldatmaq sayılırmı? Yəni demək istədiyim burada da Allah və Rəsulunu aldatmağa çalışanlardan danışır. Allah və onun elçisi ilə yalan danışanlar isə oturdular deyir. Yəni buradan indi Allah'a necə aldatmaq mümkündür? Yəni bu kimi bir çox ayətlər var ki, biz başa düşürük ki, bu yanlış bir fikirdir ki, Allahla onun Rəsulunun arasında bir ayrım yaratmaq. O doğru bir fikir deyil. Bir ayət də göstərim sizə. Baxın, Allah Nisa 150-dən başlayaraq bir pasaj anlatır. Uzun ayətdir. Həqiqətən kafirlik edən kəslərdən danışır. Deyir, o kəslər ki, kafirlik edirlər, Allaha və onun Rəsuluna necə kafirlik edirlər? İnkar mı edirlər? Xeyr. Onlar iradə edirlər ki, həman Allah bu kafir adlandırdığı kəslər yufarriquna beynallahi və rasulihi. Allahla onun Rəsulu arasında ayrım eləsinlər, fərq yaratsınlar. Baxın, eyni bayaq adam danışdığı kimi Allaha ayrıca bir itaat qoyur, Rəsula ayrıca bir itaat qoyur, ulul əmrə də ayrıca bir itaat qoyur. Yufarriquna beynallahi və rasuluhu və yəquluna nu'minu bi ba'zin və nəkfuru bi ba'zin. Deyirlər ki, biz bəzisinə iman edirik, bəzisini də nə edirik? Görməzdən gəlirik, gizlədirik, inkar edirik və yuriduna ən yəttəxizu beynə zəlikə səbilə. Bunun arasında orta bir yol tuturlar deyir. Və 151-ci ayədə deyir, onlar ulaikə humul kafirun, onlar özləri haqq olaraq kafir olanlardır və a'tədənə lil kafirinə əzaban muhinə. Allah belə kafirlik edən kəslərə alçaldıcı bir əzab hazırlamışdır. Və yaxşı, nə etmək lazımdır? Allah buyurur ki, vəllezina amanu, iman gətirənlər o kəslərdir. Kimə? O kəslər ki, iman gətirirlər Allaha və onun Rəsuluna. وَلَمْ يُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ. Onlardan heç birinin arasında fərq qoymazlar. Yəni Allahla Rəsulu arasını ayırmazlar. Yəni Allaha itaəti bir başqa, Rəsula itaəti bir başqa və yaxud da Rəsullar arasında da fərq qoymazlar. Adam deyir ki, mənim peyğəmbərim bütün peyğəmbərlərdən üstündür. Amma biz fərq qoymadan iman gətiririk. Bəqərə surəsi 285-ci ayətdə Allahın buyurduğu kimi ki, möminlər də və son nəbidə fərq qoymadan elçiləri arasında hamısına iman etdiklərini ayət ortaya qoymuşdur. Amma bunlar fərq qoyaraq iman gətirirlər. Ümumi olaraq ayət başa salır ki, ayırmaq olmaz. Yəni Allah özünə ortaq götürməz. Bu bir məsələ. Gəlin, yəni mənə elə gəlir ki, bura qədər aydın oldu ki, Allahla Rəsulun arasını ayırmaq doğru bir şey deyil, bu kafirlikdir. Möminlər belə bir iş görməz. Allah deyir, belə fərq qoymadan iman gətirən möminlərə sofə yu'tihum ucurahum, Allah onların tezliklə əcirlərini əta edər və kanallahu qafuran rahim, Allah bağışlayandır, rəhimlidir deyə ayət tamamlanmışdır. Gəlin videonun davamını dinləyək. İxtilafda yox ki, biz belə bilirik, başqaları bu cür nə deyir. Zaten ixtilaf da ulul əmrin məsələsindədir. İndi biz... Bir də üzr istəyirəm, bir ayəti də deyim burada sizə. Çox önəmlidir bu ayətdə. Adam dedi ki, mütləq itayət, nisbi itayət. Valideynə itayət nisbidir deyir. Ümumi olaraq baxın, xahiş edirəm. Allah Teala özünə, öz hökmündə ortaq götürməz. Heç bir zaman. Buna Qurandan da bir ayət də göstərək. Məsələn, 18-ci surənin 29-cu ayəsi olmalıdır. Qoy, yenidən vuraq. 29. Allah ayətdə deməli buradadır. Yoxsa 28-dirmi? Bir dənə qoy baxım inşallah. Bəli. Baxın, bu ayətdə 26, Kəhf surəsi 26-da Allah deyir ki, de ki, onların nə qədər qaldıqlarını ən yaxşısını Allah bilir. Göylərin və yerin bilinməz, yəni qeybi yalnızca ona aiddir. Ən yaxşı görən, bəsirət edən və ən yaxşı eşidən odur.
onlar üçün ondan başqa vəli yoxdur. O hökmranlığına kimsəyi ortaq etməz. Ayətin axırına diqqət eləyin. Allah buyurur ki: "Və la yuşriku fi hukmihi ahadan." Allah öz hökmündə heç kəsi şərik qoşmaz. Bir dənəsini də götürməz. Adam deyir ki, itaətdə Allah bizdən itaəti nə üçün istəyir? Bizə hökm verir və bu hökmlərə könüllü bir itaət tələb edir. Adam deyir ki, Rəsula da itaət etməliyik, ulul əmrə də itaət etməliyik və bunlar ayrıca itaətdir və özü nətər istəyirsə də eynisini Rəsuluna da, ulul əmrə də istəyir. Ayət də deyir ki, Allah öz hökmündə heç bir kəsi ortaq götürməz. Baxın, xahiş edirəm. Gəlin bir məsələyə diqqət eləyəyin. Ayətin buranı oxumuşam. Buradan o izəsini dinləyə, sonra davam edəcək. Biz bu ulul əmr kimdir gərək tapaq. Gərək tapaq bu ulul əmrlər necə olur? Nə xüsusiyyətlərə sahibdirlər? Nə xüsusiyyətləri daşımaq lazımdır ki, ətiullah deyib, mütləq itaət edin deyib. Hansı xüsusiyyətləri daşımalıdırlar ki, bunlara itaət olunsun? Qələm surəsi ayə 8-dən başlayır, gedir. Allah özü bəyan edir. Sən də istəyirsən say. 1. Fəla tuta'il mükəddibin. Yalan danışana itaət eləmir. Əmr sahibləri elə adam olmalıdırlar ki, yalan danışan olmamalıdırlar. Fəla tuta'il mükəddibin. Yalan danışana, yalancılara itaət etməyin. Sonra və la tuta' kullə həllafin məhin. Tez-tez and içənə və alçağa itaət eləməyin. 3 oldu, sayında. Həmmazin məşşain binəmimin. Eyb axtarana, pis danışana, söz gəzdirənə itaət eləməyin. Mənnain lil xeyr, xeyrin qabağını alana. Mu'tədin, həddi aşana. Bax, əfimin, günah eləyənə itaət eləməyin. Günah eləyənə itaət ayədir ya, günahkara itaət eləməyin. Mütləq itaət etsin. Bir dənə də günah eləsən itaət olmaz. İndi baxın, xahiş edirəm, öz dilindən tutduqda adam Qələm surəsindən ayəti gətirdi ki, nədir? Günahkara da itaət eləməyin. Baxın, Allah deyir ki, Allaha itaət edin, Rəsula itaət edin, sizdən olan əmr sahiblərinə itaət edin. Allaha itaət mütləqdir, Rəsula və ulul əmrə itaət də deyir mütləqdir. Mən bu fikirlə razıyam, amma nədə Rəsula və ulul əmrə itaət Allaha itaət sayılacaqdır? Başa düşürsünüz? Əgər məsələ şəxsin üstünə getsək, gəlin görək Allah nə deyir? Şəxsin üstünə getsə. Mən burada ayətləri cəm eləmişəm. Nəhl surəsi 61-ci ayəti oxuyacağım. Birinci tərcümədən göstərim. Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlı sağ qoymazdı. Lakin Allah onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər. Baxaq ərəbisinə də, əgər Allah cəzalandırmaq istəsəydi insanları zülümlərindən dolayı, mə tərəkə aleyhi min dabbə, yer üzündə kıpırdayan, belə deyək, tərpənə bilən bir hərəkət eləyən bir varlıq qalmazdı. İfadə nətdir, açıqdır. Allah demir ki, illa bir rəsulu, yəni şəxslər olan nəbilərim, rəsullarım istisnadır. Başqa bir ayətdə göstərim sizə. Biz bayaq Kəf surəsinin 26 ayəsini oxuduq, amma bir dənə də 28-ci ayətdən bir pasajı göstərim. Səhər və axşam çağı Rəbbinin üzünü diləyərək ona dua edənlərlə birlikdə özünü səbirlə apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə, qəlbini bizi anmaqdan deyir, bizim zikrimizdən orada isimdir, kitab qəsd olunur. Bunu da gizlədibdir Əlxan. Zikrimizdən çevirmə, qəlbini bizim zikrimizdən xəbərsiz etdiyimiz nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə. Baxın, xahiş edirəm. Nədə itaət? Allahın zikrindən qəlbini
qəflətdə etdiyimiz kəsə axırıncı ayətə və la tuti itaət etmə mən o kəsə ki əğfəlnə biz qəflətə salmışıq qəlbəhu onun qəlbini min ən zikrinə ən huruful cərdi qrammatika bilənlər anlayar ismə girər feilə girməz zikir əgər feil şəklində gəlsəydi anmaq məntiqi doğru olardı anmaq ümumiyyətcə zikir Allahın nazil etdiyi kitabın adıdır. Hicr surəsi 15-ci surənin 6-cı, 9-cu ayələrindəki zikri biz nazil etdik, onu biz mühafizə edirik. Ey özünə zikir endirildiyini iddia edən kəs, həqiqətən sən dəlisən deyirdilər. Yəni zikir Allahın nəyidir? Vəhiylərinin, toplu vəhiyinin adlarından Furqan kimi, Nur kimi adlarından biridir. Və Allah Taha surəsinin 14-cü ayəsində də salatı iqamə et mənim zikrimə görə deyir. Orada da anmaq qoyublar, orada da isimdir. Cümə 9-da da toplantıdan alış-verişi buraxıb mənim salata nida edildikdə mənim zikrimə tərəf qaçın deyir. Məni anmaq orada da yanlışdır. Və yaxud da Ənkəbut 45-də budur Allahın ən böyük zikri. Hansı ki kitabdan vəhy ediləni oxuyaraq salatı iqamə elə, bu salat insanı fuhuşdan və münkərdən alıqoyur. Bu Allahın ən böyük zikridir deyir. Onu da tərcümələrdə Allahı anmaq ən böyük zikirdir deyə qoyulur. Ümumi olaraq kitabı insan oxuyanda feilini icra edir. Kitabın adı zikirdir. Onu oxuyan, onu tilavət edən, onu tərtil edən, onu uygulayan adam neyləmiş olur? Onun feilini icra etmiş olur. Yəni zikri yazkuru eləyir. Əzkuru, nəzkuru eləyir, yəni həyata keçirir, feilə daşıyır. Yəni isimdən feilə gətirir işi. Yəni bir feili etmək üçün onun o zikir nədirsə, hansı şeyə o isim verilibsə, onun özü ilə onun feili gerçəkləşə bilər. O olmadan o feili gerçəkləşdirmək olmaz yəni. Anlaşılır da yəqin ki, nə demək istəyirəm. Allah bu adam ki danışır, onun qəlbi Allahın zikrindən qəflətdədir. Biz buradan bu anlayırıq ki, Allahın zikrindən qəflətdə olanın dediyinə itaat olunmaz. İndi Allah elçiləri Allahın zikrindən qəflətdə deyil. Ulul əmr o kəslərdir ki, Allahın zikrindən qəflətdə olmayacaqdır. Onlar hər zaman insanlara istinbatı, bəyəxları Nisa 83-də göstərdiyimiz kimi hardan çıxaracaq? Allahın zikrindən çıxardacaqdır. Davam edirik. Bir başqa ayət sizə oxuyacağım inşallah. Baxın, xahiş edirəm. Allah İnsan surəsinin 24-cü ayəsində yenə Əlxandan birinci oxuyaq. Belə ki, Rəbbinin qərar verəcəyinə qədər səbr et və onlardan heç bir günahkara və ya nankora itaat etmə. Eşitdiyinizdə də günahkara itaat etmə. İndi bu ayəti də göstərir. Birinci günahkar, Quranda iki cür itaət var. Bir, Allah itaət elə deyir, bir də itaət eləmə deyir. Biz başa düşdük ki, qəlbi Allahın zikrindən xəbərsiz qəflətdə olana itaət etmə dedi. Günahkara itaət etmə dedi. Gəlin bir dənə də başqa bir ayətə diqqət eləyəyin. Qələm surəsinin öz ayələrini də oxuyaq. Allah nə deyir? Eləysə haqqı yalan sayanlara güzəştə getmə. Əslində güzəştə getmə sözü deyil. Fəla tuti'ul mukazzibin. Yalancılara itaat etmə deyir. Vaddu law tudhinu feyudhinun. Müşriklər kəlməsi yoxdur. Əlxan müşrik qoyub. Müşriklər istəyirlər ki, sən onlarla güzəştə edəsən, onlar da sənlə. Sadəcə deyir ki, onlar istəyirlər ki, sən onlara göz yumasan, yumşaq davranasan və onlar da səndən yumşaq davranır. Və la tuti kullu hallafin mahin. Belə isə itaat etmə. Hər tez nədir? And içənə və bir də yalançı, alçağa, alçalmış olana. Dalınca həmmazın məşain binəmim, qeybət edənə, dedikodu yayana, aydındır. Dalınca nə deyir? Mənna'illil xeyr, xeyrə mane olana, mu'tədin əthim. Ayənin sonu nə deyir? Həddi aşan günahkara. Bu ayətdən də anladıq ki, günahkara nə deyir? İtaət olmaz. Yaxşı, gəlin bir dənə də ayətə diqqət eləyək. Muhammed 19-da Allah buyurur ki, bil ki, Allahdan başqa qulluğa layiq olan heç bir ilah yoxdur. Sən həm öz günahların, baxın, xahiş edirəm, bir də təkrar oxuram. İlçiyə deyir bunu. Sən öz günahların,
həm də mömin kişilərin və mömin qadınların günahlarının bağışlanmasını dile. Yəni günah sözü sən həm öz günahların, həm də mömin kişilərin və mömin qadınların bağışlanmasını istə. Yəni günah kəlməsini həm sən deyərək Nəbiyyə, Muhammedə, Allahın salamı olsun ona və bütün onun timsalındakı nəbilərə və mömin kişilərə və qadınlara nisbət verir. Əgər desən ki, burada günah kəlməsi deyil, yəni Nəbi burada günahdan söz getmir və nə üçün bağışlanmaq istəyir? Günah deyil, nədən ötürü bağışlanmaq istəyir? Məntiqiniz necə olacaqdır burada? Onda heç bir möminin də, Məhəmməd Peyğəmbərin zamanında ona iman gətirən heç bir möminin də, kişinin də, qadının da günahı olmayıbdır iddiasını ortaya qoymalısınız. Eyni zamanda da günahlar üçün bağışlanmaq istədir. Onlar üçün də günahlarının bağışlanmağını istə. Allah gəzib dolaşdığınız yeri də, gələcəyiniz yeri də, məskəni də bilir deyə ayət tamam. Burada da gördüğünüz kimi vastagfir lizənbikə və lilmu'minina vəl-mu'minat kəlməsi ilə bağışlanmağı tələb elə. Lizənbikə sən günahın üçün və lilmu'minina möminlər üçün vəl-mu'minat kişilər, yəni mömin kişilər və mömin qadınlar üçün. Burada baxırıq ki, zəmb kəlməsini li ədatı ilə kə olaraq sənə və li ədatını gətirərək müminlər kişilərə və möminat olan qadınlara da nisbət vermişdir. Buradan anlaşılır ki, başa düşürük ki, deməli günahkara itaat etmə deyirsə də və buradan da Muhammed Nəbiyə sən də günahların üçün bağışlanmaq istə deyirsə və eynən də Nəhl surəsinin bəyəxları oxuduq 61-ci ayəsində, hətta bir dənə də bu ayəti də əlavə edək ki, məsələn, əgər Allah insanları etdikləri günahlara görə dərhal cəzalandırsaydı, yer üzündə bir canlı belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxta dək möhlət verir. Vaxtları çatdıqda isə hər kəs öz əməlinə görə cəza yaxud da mükafat veriləcəkdir. Şübhəsiz ki, Allah öz qullarını görür. Burada da vələv yuəxidullahın nası bimə kəsəbu, kəsb etdiyi şeydən dolayı. Mə tərəkə alə zəhrihə, Allah deyir ki, bir üzərində, onun üzərində, yəni o üstündə, belində, yəni yerin üzərində Allah əgər kəsb etdikləri şeydən dolayı insanları cəzalandırsaydı, bir dənə canlı tərk eləməzdi. Yəni salamat buraxmazdı. Baxın, bu ayətdən də başa düşürük ki, nədir? Günah eləmək məsələsi şəxsə aiddir. Deməli, itaət mütləq istənilən itaət şəxs ola bilməz. Şəxsə itaət nisbi olacaq. İstər rəsul olsun, istər belə deyək, ulul əmr olsun, istər nə bilim valideyn olsun. Bunlar neynirlər? Nisbi itaəti, yəni Allahdan başqa bütün itaətlər nisbidir. Amma bunlar Allaha və Rəsuluna itaət və ulul əmrə itaət kəlməsində bunu mütləqə götürürlər. Niyə? Çünki qəlblər Allahın ayələrindən qəflətdədirlər. Çünki Rəsul dediyin şey əgər kitab nisbətindədirsə və yaxud da kitabın ayətlərini sənə buyurursa da ki, bax Allah bunu buyurur, itaət elə deyirsə də, bu mütləq itaət Allahadır. Ortadakı vəsilə önəmli deyil yüce. Əgər burada yox sən deyirsən ki, Rəsula itaət, yəni mən nə deyirəmsə onu elə, o zaman yenə də Qurandan ziddiyyət təşkil edəcək. Bir dənə də ayət əlavə edək bu məsələnin üstünə. O da 33-cü surənin 36 və 37-ci ayələridir. Ona da baxaq inşallah. Sonra nəticəni gətirəcəm inşallah. Əhzab surəsi 36-da buyurur ki, Allah وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ İman gətirən mömin kişiyə və mömin qadına olmaz. İzâ qazallahu və rasuluhu. Allah və onun rəsulu nə zaman ki qəzavət eləsə, hökm versə, əmrən, bir işdə, bir əmirdə, bir buyruqda, Allah ayrıca, Rəsulda ayrıca mı hökm verir? Yaxşı, görək həqiqətən belə şey mümkündürmü? Əgər Allah ayrıca müstəqil hökm verirsə də, Allahın əmrindən çıxmaq ayənin axırında azğınlıq, dallə mubinə, apaçıq bir azğınlıqla azmışdır deyir. O zaman eyni ilə Rəsulun da qəzavətində insan əgər itaat etməsə,
azğınlıq eləmiş olacaqdır. Deyir ki, kim Allah və onu heç bir mömin kişi və mömin qadına yaraşmaz, olmaz ki, Allah və onun rəsulu nə zaman ki qəzavət eləsə bir işdə ki, yakun lahu xeyrat, seçim haqqı yoxdur deyir. Onlar üçün bir seçim ola bilməz. Yəni mümkün deyil ki, seçim eləsinlər. Allah və Rəsulu ayrı hökm verə bilməz. Biz bayaqlar oxuduq zaten Allaha ayrı, Rəsula ayrı itaat olmadığını. Öz işlərində onların seçim haqqları yoxdur. Və mən yəisallaha və rəsulə, kim Allaha və onun rəsuluna asilik eləsə, Allaha ayrı asilik, Rəsula da ayrı asilik olmur. Aydın oldu nə demək istəyirəm? Fəqad dallə dəlalən mubinə. Apaçıq bir zəlalət içindədir. Gəlin 37 diqqət edək. Və bir zaman sən Allahın nemət verdiyi kəs üçün aleyhi və ən'amtə aleyhi, sənin də özünün də nemət verdiyin, yəni Allahın da nemət verdiyi və sənin də özünün nemət verdiyin kimsəyə deyirdin ki, nə deyirsən? Əmsik aleykə zavcikə vəttəqillah, imsak elə, tut, bıraxma zövcəni və Allahdan qorx. Yəni arvadını boşama, Allahdan təqva elə, Allaha qarşı gəlməkdən çəkin deyirdin. Və tuxfi fi nəfsikə, və gizlədirdin sən özündə, nəfsində o şeyi ki, Allah mubdihi, onu aşkar elədi, ortaya çıxartdı. Və təxşən nas, və xuşu edirdin, yəni tədircin idin, narahat idin. Nədən? İnsanlardan. Burada bir məsələ var. Nədən narahat olur elçi? Nəyə görə tədirginlik yaşayır? Allah da diyor ki, vallahi əhəqqü ən təxşə, halbuki narahat olmağa, tədirginlik, həssaslıq göstərməyə, xuşu olunmağa Allah daha haqlıdır. Fələmmə qaza zeydun minha və tərən zavvəcnəkəhə likeylə la yekuna alal mu'minə haracun fi əzvaci əd'iyaihim. Deyir ki, elə ki Zeyd onu boşadı, biz onu səndən zəvcə elədik, sənin arvadın elədik ki, ta səndən sonra bir adama, kimsə oğlu olmayan bir adam birini oğulluq adı ilə iddia edənin boşadığı qadını o atalıq iddiası olunan adamın almasında ona bir günah, bir çətinlik yaranmasın deyə bunu səndən nicahladıq. Yəni bizə vacib deyil, biz evlənməyə bilərik. Yəni elçinin üstündə bu olmalıydı ki, o sünnətin, o adətin belini qırsın Allah. Onu absurd eləsin, yəni yalan olduğunu göstərsin. Bu nəbi üzərindən olmalıydı. Biz burada baxırıq ki, Zeyd neynədi? Allah elçisi Allahdan qorx, arvadını tut yanında saxla, əmrinə rağmen, qəzavətinə rağmen boşuyur. Allah da onu neymət verdiyi kəs adlandırır. Və siz də hər gün İhdinə sıratel müstəqim sıratellezine en'amte aleyhim deyirsiniz. Bizi doğrulmuş olan bir yola hidayət elə, neymət verdiyin kəslərin. Allah da deyir ki, neymət verdiyim və neymət verdiyin kəsə deyirdin ki, arvadını boşama. Halbuki 36-cı ayətdə zəlalət, azğınlıq içindədir deyir. Allah və Rəsulu bir hökm verdə, ona Allah və Rəsuluna asi olan adam. Burada Zeyd Allah'a asi oldu, Resul'a asi oldu, yoksa Nebi'ye asi oldu. Nebi bu sözü deyəndə Allahın vəhiyini demişdi. Əgər Allahın vəhiyini deyirdisə də Allah öz vəhiyinə niyə etiraz edir ki burada? Niyə Allah elçisinə deyir ki, sən belə deyirdin? Yəni tədirgin idin, xuşu, həssaslıq göstərdin ki, insanlar mana deyəcəklər. Aydındır, sıxılırdın yəni. Halbuki xuşu olunmağa Allah layiqdir. Allaha görə tədirgin olmalısan, əndişə duymalısan, narahat olmalısan. Amma sən insanlardan əndişə duymağa başladın. Aydın nə demək istəyirəm? Ayət nətdir və açıqdır ki, deməli, Rəsula itaət, mütləq itaət olsaydı, burada Zeyd neymət verilən kəs olaraq tanıtdırılmamalıydır. Bu da adamın yalancılığını bir daha aşkar etmiş olur və mən sonda davamı olaraq sizə bir şey göstərmək istəyirəm. Allah Teala, deməli biz 36-nı oxuduq. Nur surəsi 48-ci ayətə baxaq. Və izə du'u ilallah və rasulihi. Və nə zaman Allaha və onun rəsuluna dəvət olunurlar, çağırılırlar. Allaha hara çağırırlar? Rəsula hara çağırırlar? Ayırır da adam, deyir ki, Allaha itaat başqa, Rəsul. Gör nə deyir?
liyahkuma beynehuma. Fikir ver. Əgər Allahın hökmü Quran və Rəsulun hökmü isə Qurandan əlavə şəxsi fikirləridirsə, liyahkuma olmamalıdır. Liyahkuma olmamalıdır. Liyahkuma axırında mədən sonra bir əlif gəlib ikilik qoymalıdır. Amma baxırıq ki, hakəmə sözü, hökm sözü, burada axırındakı bu kum sözü də kumə kəlməsi. Cəm sizi bildirmir ha. Hökmü, hökm sözünün əsli hərfləridir yəni. Aydınlı birdən çaşarsınız. Elə bilərsiniz ki, burada liyahkum, kum burada sizi bildirir. Xeyr, cəmdə deyil. Qrammatika bilməyənlər çaşa bilər deyin bu sözü təkrar edirəm. Liyahkuma beynehuma, onlar arasında hökm, liyahkum, hökm etmək üçün İzə fəriqun minhum mu'rizun. Hökm olunduqda neynirlər? Onlardan bir dəstə, bir firqə üç çevirirlər. Baxın, Allahın və Rəsulunun hökmünün tək olduğunu, bir şey olduğunu qoyur ayət. Deməli, ayrı deyil. Amma adam ayırdı. Bir dənə də ayət göstərəcəm sizə. Yenə Nur surəsinin belə göstərək 54-cü ayəsinə diqqət elə. Qul decinən ətiullahə və ətiur rəsul. Adam deyir ki, Allaha itaət başqadır, Rəsula itaət başqadır. Gəlin baxaq. İtaət edin Allaha və Rəsuluna, ətiur rəsul. Eyni Əhzab Nisa 59-da gəldiyi kimi itaət sözünü Allah və Rəsula nisbət vermir. Ətiullah ayrıca və ətiur rəsul ayrıca. İtaət də iki dənədir. Allah ayrı gəlir, Rəsul ayrı gəlir və arasında vav hərfi gəlir. Diqqət edin, xahiş edirəm. İtaət edin Allaha və itaət edin Rəsula. Demir, itaət edin Allaha və Rəsula. Deyir, itaət edin Allaha və itaət edin Rəsula. Əvvəl öncə deyirsiniz, görürsünüz, məz deyəndir. Vavu təmyizdir, amma yalan deyirsiniz. Vavul bəyaniyədir, vavu təfsirdir, yəni ifadə. Niyə? Fəin təvəlləv, əgər üz çevirsələr, əksinə davransalar, yəni itaat etməsələr, fəinnəmə aleyhi, nəticədə yalnız onun üzərindəki məhummilə, özünün daşıdığı şeydir. Yəni onun vəzifəsi nədir? Öz yükünü daşımaqdır. Və aleykum məhummiltum, sizin də vəzifəniz öz yükünüzü daşımaqdır. İndi dalınca görün nə deyir? İn şərt ədatı gəlir və in tuti'uhu, əgər ona itaət etsəniz, baxın, xahiş edirəm, əgər Allaha itaət və Rəsula itaət ayrıdırsa da, tuti'uhumə olmalıdır. Hu yox, humə ədatı, ikisinə olmalıdır. Bu kəlmə, yəni burada göstərdiyimiz bu kəlmə, tuti'hu, iki şeyin ayrı-ayrı şey yox, bir şey olduğunu ortaya qoyur. Yəni itaət mütləq Allaha olacaqdır. Allah öz hökmünə ortaq götürməz. Əgər itaət etsələr ona, o ikisinə demədi, təhtədu. Nə olar? Hidayət olarlar. Və mə alər rəsul illə bəlağul mubin. Niyə? Rəsulun vəzifəsi apaçıq təbliğdir. Nəyi təbliğ edir Rəsul apaçıq olaraq? Nəyi təbliğ edir? Bir dənə də baxağın inşallah. وَلَا تُطِعِ الْكَافِرِينَ وَالْمُنَافِقِينَ وَدُعْ أَذَاؤُهُمْ وَتَوَكَّلْ عَلَى اللّٰهِ وَكَفَى بِاللّٰهِ وَكِيلًا. İtaat etme kafirlere, münafıklara. وَدَعْ أَذَاؤُهُمْ. Fikir verdiniz, kafirlere ve münafıklara itaat etme. Onların əziyyətlərinə fikir vermə və Allaha təvəkkül et. Allah qoruyan olması kifayətdir. Elçiyə də tapşırıqdır itaat eləmək kafirlərə. İndi baxın, nəyi təbliğ edir, onu istəyirəm göstərəm bir də. Təğabun 12-də. Və əti'ullah və əti'ur rəsul. İtaat edin Allaha və itaat edin Rəsula. Fə in təvəlləytum. Əgər siz üç çevirsəniz, əksinə davransanız, fə innəmə alə rəsulinəl bəlağul mubin. Rəsulumuzun üzərindəki vəzifə nədir? Apaçıq bir təbliğdir. Nəyi təbliğ edir? Maidə 67-də Rəbbindən sənə vəhy ediləni təbliğ et. Əgər təbliğ etməsən, risalət vəzifəni yerinə yetirməmsən. Anlaşılır demək istəyirəm. Yəni, Rəsulun təbliğ etdiyi şeyə itaat etdiyin zaman Rəsula itaat etmiş olursan və eyni halda Allaha itaat etmiş olursan. Rəsulun Allah təbliğ et dediyi bir şeyi təbliğ etməyib, özünün nəfsi bir istədiyi şeyi təbliğ etsə, eyni Zeydə təbliğ etdiyi kimi ki, Allahdan qorx, xanımını boşama, o zaman ona o əmrə itaat, Allaha itaat sayılmır.
Və Zeyd də zaten də itaat eləmədi, əksinə davrandı, boşadı. Və Allah da onu azğın saymadı, asi saymadı. Anlaşıldı nə demək istəyirəm sizə? Buradan başa düşdük ki, bu adam neynir? İnsanları aldatmağa çalışır. Davam edək, videonun davamına baxalım. Sonra otullem ba'de zalike zenim. Aha, çobuda daş ürəkliyə bir də zinadan əmələ gələnə, zənim nəsli kökü olmayan, yəni zinadan əmələ gələn. Çünki zənim zaten elə əvvəlin mənası zinadan əmələ gələnə, zinadan dünyaya gələnə. Bəs ulul əmr elə insanlar olmalıdır ki, o şəxslərdə bu xüsusiyyətlər olmasın. İndi Allah nə demişdi? İxtilafa düşdüyün məsələdə hara qayıt, ged Allahdan soruş, sonra bir də Peyğəmbərdən soruş. İndi ixtilafa düşmüşük də bu ulul əmr məsələsində. Və Allah da buyurub ki, qaytarın bunu mənə. İndi bizim ixtilafımız bundadır ki, biz deyirik ulul əmr Əhl-i Beyt əleyhissalamdır, bizim Əhl-i Beyt, bildiyimiz Əhl-i Beyt. Allahdan soruşaq, soruşuruq ay Allah. Bu sayıldığımız pis xüsusiyyətlər var idi ha. Bizim iddia elədiyimiz Əhl-i Beytdə var yoxsa yox? Əhl-i Beytə itaat eləməli yoxsa yox? Ay Allah nə deyirsən? Cavab verir. Əhzab surəsinin 33-cü ayəsində deyir: "İnnəmə yuridullahu liyuzhibə ankumur ritsə əhləl beyt və yutahhirakum tathira." Allahın mütləq iradəsi budur ki, siz Əhl-i Beyti bütün çirkinliklərdən təmizləyib sizi pak və pakizə qərar versin. Dinlən salavat. Allahümmə salli ala İxtilafa düşməmişdi zabala. Kimdir bu ulul əmr? Allah dedi kimə itaat elə, kimə itaat elə. Orada dedi ulul əmrə itaat elə. İndi ulul əmr necə olmalıdır? Saydı Qələm surəsində. Bunlar bu xüsusiyyətlər olmamalıdır. Kimdə var bu xüsusiyyətlər? İlahi biz deyirik Əhl-i Beytdir bu. Razısan bizdən ay Allah. Əhzab 33 mən onları tərtəmiz eləmişəm. Heç bir dənə də yoxdur o saydıqlarından. Pakdırlar, münezzəhdirlər, tərtəmizdirlər. İndi Peyğəmbərdən soruşuruq. Ya Resulallah deyib rudduhu ilallah və ila Rəsul da. Ya Peyğəmbər sən nə deyirsən? Peyğəmbər də buyurur ki, Müslümindən tutmuş Buxarisinə qədər hamısı yazıb, Tirmizi, hamısı kitablarında qeyd edilir. Peyğəmbər buyurur: "İnni talikum fikum səqələyn, kitaballah və itrəti əhl-i beyt, və in təməssəktum bihima lən təzillu əbəda." Mən sizin aranızda 2 dənə ağır əmanət qoyuram. Biri mənim kitabım, digəri mənim əhl-i beytimdir. Bərk-bərk yapışsınız ikisindən də söz veririk. Lən təzillu əbəda. Heç vaxt azmazsınız. Bax ki, qardaşlar, bax bu axır videolarına da cavab verməyə çalışacağım. Amma xahiş edirəm, burasına çox önəm verəyin, diqqət yetirəyin. Vaxt azdır, mən dayandırıb bir dənə ayəni hazırlayım, inşallah açım. Baxın, mən açdım ayətləri, yığdım bir yerə, qoydum təzə ayətləri. Birinci Əhl-i Beyt üçün Əhzab surəsi 33-cü ayəti gətirdi adam. Baxın, xahiş edirəm, ayəti açıram 33.33. Bu ayətdə deyir ki, Allah vaqarna fi buyutikinna 28-dən bəri Peyğəmbər və onun zövcələrindən danışır. Əhl-i Beyt tərəfdarları, yəni Şiyə məzhəbi deyir ki, bu Əhzab 33-də ayət yalnız Fatimə, Həsən, Hüseyin, Əli, bir də Peyğəmbər. Bu 5-nə aid, yəni zövcələrinə aid deyil. Əhl-i sünnə deyir ki, yox, bunlara da aiddir. Biz bunun Əhl-i Beyt olmadığını demirik. Amma zövcələrinə də aiddir. Əmisinə, nə bilim, yəni qohumlarına aiddir deyir. Amma Qur'ana baxaq görək, Qur'an buna necə cavab verir? Çünki bir məsələnin həllini Allah demədi ki, təkcə Rəsula götür, Qur'ana. Yaxşı, bunların fərzinə görə ayrı-ayrı şey olsa da, birinci Qur'anla baxış eləyəcəksən, birinci Allaha götürəcəksən, Allaha qoyub Rəsula götürənməzsən. Əgər Allahın nə deyirsə, Rəsul da ona uyğun söz deməlidir. Hətta Rəsul deyib ki, mənim adımdan deyilən sözlər əgər Qur'andan uyğun gəlsə, mənim dediyim ehtimal oluna bilər. Əks halda vurun divara. Yəni ayət deyək ki, deyir, evlərinizdə oturun, təbərrüc eləməyin, yəni gözə soxmayın özünüzü, gözə batmayın, buruc gözə batan qüllələrə də deyilir. Yəni, nəysə, oturun evlərinizdə, cahiliyyə dövründə kimi təbərrüc eləməyin, evlərinizdə sözü burada deyir, Şiyə tərəf ki, buyutikunna,
Kunnə qadınların cəmidir. Buyut evlərinizdə, yəni bu evlərin hamısı elçiyə nisbətdə beytdir, bir evdir. Amma qadınların ayrı-ayrı özlərinin evləri olduğu ortaya qoyulur. Və aqimussalah, salatı iqamə edin, zəkatı əta edin. Özdə demir, ona itaat edin, ərinizə itaat edin. Çox maraqlıdır. Rəsula itaətdən ayət danışır ki, Allaha itaat edin və onun Rəsuluna itaat edin. Aydındır. Bu nəbiyə nazil edilibsə, deməlidir ki, Allaha itaat edin və mənə itaat edin və yaxud da ərinizə itaat edin. Aydındır, onun Rəsuluna. İnnəmə yuridullahu liyuzhibə ankumur ricsə əhləl beyt. Baxın, ey ev əhli, Allahın iradəsi budur ki, sizdən ricsi dəf eləsin və yutahhirukum təthira və sizi neyləsin? Yutahhirukum təthira. Təmizləsin, pak eləsin deyir. Baxın, xahiş edirəm. Bu yuti'um kəlməsi Maidə surəsində eyni ilə, baxın, eyni ilə bu təharət kəlməsi 3-cü surənin 55-ci ayəsində İsa üçün işlənir. İsa üçün belə bir kəlmə gəlmişdir. Biraz cənə ifadə şey oldu, gözləyin. 3.55 deyir ki, həqiqətən ey Məryəmin oğlu İsa, biz səni vəfat edirib özümüzə tərəf qaldıracağıq. Aydındır. Və iləyyə və mutahhirukə minəl-ləzīnə kəfəru və kafirlik edən kəslərdən səni neynəyəcəyik? Mutahhirikə, təharətdə eləyəcəyik. Baxın, İsa təharətli idimi, yoxsa hələm eləyəcəkdimi? Vəfat etdirəndə mi təharət deyəcəkdimi? Buradakı təharəti necə anlayacaqsınız? Xilas olmaq deməkdir, qurtulmaq deməkdir. Yəni kafirlərdən, İsa'nı öldürmək istəyənlərdən Allah İsa'nı qurtarmaq fikrini ortaya qoyur. Eyni ilə qadınların heyz xəstəliyindən danışan ayətdə də baxsanız 202-1 qoyaq. Səhv eləmirəmsə bu ayətdə, yox, 222-də olmalıdır. Səndən heyz barəsində soruşurlar da o əziyyətli haldır, belə isə onlardan uzaq olun deyir, məhis halında və onlara yaxınlaşmayın ta ki, nağrana qədər, hətta yəthurnə, təharətlənənə qədər, yəni o haldan xilas olana qədər, o heyz vəziyyətindən qurtulana qədər. Yəni təharət, qurtulmaq. Bir insanın bədəninə bir onu sıxan, ürəyini sıxan, onu narahat edən bir mundarlıq dəyibsə, su ilə yuyur ki, o mundarlıqdan xilas olsun. Təharət sözünün lüğət kökü xilas olmaq deməkdir. Bunu yadınızda saxlayın, zəhmət olmasa. İndi diqqət eləyəyim, mən bir məqaləni də açım, burada açmışam zaten də. Allah Səffat surəsi 75-ci ayədə buyurur ki, وَلَقَدْ نَادَ نُوحًا فَلَنِعْمَ الْمُجْرِمِينَ Nuh bizə yalvardı, yaxardı. Biz çağırışı necə də gözəl cavab verənik deyir. Və nəccəynəhu və əhluha minəl kərbil azim və onu və ailəsini böyük sıxıntıdan qurtardıq, əhlini qurtardıq. Bu ayətdə belə deyir. Dalınca Hud surəsi 45-ci ayədə deyir ki, Nuh Rəbbini çağırıb dedi, ey Rəbbim, axı oğlum da mənim ailəmdəndir. Və nadə Nuhən Rabbi fəqalə Rabbi dedi, nadə Nuhu Rabbəhu öz Rəbbinə nida elədi, fəqalə dedi, Rabbu inni ibni min əhli, oğlum da mənim əhlimdəndir. Və inni vədəkəl haq, sənin vədin haqdır. Və əntə əhkəmül hakimin, sən hökm edənlərin ən hakimisən, ən yaxşı hökm edənisən. Allah nə deyir? Qalə ya Nuh innəhu leysə min əhlik. Ey Nuh, sənin əhlin deyil. Bu ayətdən başa düşürük ki, yəni oğlu olsa da belə iman gətirmədiyinə görə Nuhun nəyi sayılmır? Əhli sayılmır. Bir dənə də ayət göstərək. Gördüyünüz kimi bu ayətdə Hud surəsi 73-də deməli İbrahimin evinə mələklər gəlir insan surətində və orada o mələklər İbrahimə evlat müjdəsi verir. Qadın narahat olur. Gəlin bir ayət qabaqdan da oxuyaq. Qalət, o qadın dedi, ya veylətə, vay mənim halıma, əlidu və ənə əcuzun, mən qısır olduğum bir halda doğacam, evladım olacaq və həzə bə'li, və bu ərim də şeyxə. Burada görürsünüz, zövc gətirmədi, bə'l gətirdi, çünki cinsi münasibət olmayan bir haldır. Ona görə şeyxim də, yəni
Yəni şey nədir? Ərim də şeyxdir, qocadır. İnnə həzə ləşeyun əcib. Həqiqətən çox nədir? Heyrətamiz bir şeydir. Yəni təəccüb doğurucu bir şeydir. Mələklər deyir: "Qalu ətəcəbinə min əmrillah." Təəccübmü? Onlar dedilər, təəccüblənirsənmi? Ətəcəbinə qadın cinsində gətirib binə. Allahın əmrinə təəccübmü edirsən? Aydındır. Rəhmətullah, Allahın rəhməti və bərəkatuhu, onun bərəkəti, aleykum, sizin üzərinizdə, kişi cinsində gətirdi, aleykum. Buradan başa düşürük ki, İbrahimə nisbətdə onun da əhl-i beyti qadındır. Əhləl beyt, sizə ey əhl-i beyt, Allahın rəhməti və bərəkəti üzərinizə olsun. İnnəhu hamidun məcid. Həqiqətən o hamiddir, məciddir. Biz baxdıq, gördük bir tərəfdən oğlu olduğu halda Allah leysə bi əhlik dedi. Bir tərəfdən qadını da əhl-i beyt adlandırdı. Buradan nə anlayacağıq biz? Necə başa düşəcəyik? Qaydıramaya. Hətta Nuhun gəmidə onunla birlikdə olanları Nuhun əhli adlandırdı, amma öz oğlunu onun əhli adlandırmadı. Bu ayətlər bizə nə demək istəyir? Baxın, bu ayətlər bizə bildirmək istəyir ki, hətta öz yaxını olsa da belə bir insanın cəhənnəm sakin olduğu, məsələn, Tövbə surəsi 113-də deyir ki, müşriklərin cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra qohum olsalar belə, yaxınları olsalar belə, nəbiyyə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz. Deməli, bağışlanmaq istəmədiyin biri, yəni qurtulmasını istəyə bilmədiyin biri sənin əhlin sayılmayacaq. Eyni Nuh necə ki, öz oğlunun bağışlanmağını istədi, Allah dedi, o sənin əhlindən deyil. Hud 45-də başladıq, nə dedi? Belə isə sənə cahillərdən olmamağı tövsiyə edirəm, hətta tapşırdı. Yəni, cahillikdir Allah tapşırdığı halda bunu eləmək olmaz, yəni. Mücadilə surəsi 22-ci ayətdə də baxırıq ki, Allah və axirət gününə iman gətirən elə bir cəmaat tapa bilməzsən ki, onlar Allah və onun elçisinə düşmən olanlar deyir, həddə aşan keçir bərisinə, haddullah və rəsul. Allah və rəsuluna qarşı həddə aşan birini, hətta o onun atası, əbnəuhum, oğulları, qardaşları, əşirəti, qohumları olsa da belə onlara neynəsin? Məvaddət eləməsi mümkün deyil. Sevgi bəsləməsi, rəğbət bəsləməsi mümkün deyil, deyir Allah. Belələri qəlblərinə Allahın iman yazdığı kəslərdir. Onları öz tərəfindən olan bir ruhla gücləndirmişdi və onları neynə? Altından çaylar axan cənnət bağlarına daxil edəcəkdir. Onlar orada qalacaqdılar. Allah onlardan, onlar da ondan razıdırlar. Onlar Allahın hizbidir. Bilin ki, Allahın hizbi nicat tapanlardır. Bu ayətlərə baxdığımız zaman biz başa düşürük ki, bunlar nədir? Qohumluq bağı ilə, ər-arvad olmaq məsələsi ilə əlaqədar deyil. Bu imana bağlı bir məsələdir. Əgər bir adam Allaha və Allahın öz göndərdiyi vəhyini kimə göndəribsə, o kəsə və onun təbliğ etdiyinə iman gətirirsə də, onlar onun əhl-i beyti sayılacaqdır. Yəni, əhl-i beyt Qur'anla. Gəlin görək Allah bu Qur'anda sizdən Allah hər cür ritsi dəf edib, sizi təmiz olmağınızı iradə edir deməsi nədir? Yəni Allah bu Qur'anı bizə göndərməklə iradəsini ortaya qoymuşdur ki, ey möminlər, əgər siz Allahın nəbisi olan, elçilik edən, rəsulluq edən bu nəbisinin sizə təbliğ etdiyi bu vəhyə iman gətirsəz, o kitabın ritz adlandırdığı, mundar adlandırdığı şeylərdən çəkinsəniz, özünüzü təmizə çıxartsanız, qurtarsanız, o zaman xilas olsanız, neyniyərsiniz? O zaman siz əhl-i beyt olacaqsınız. Yəni, elçinin əhl-i beyt olacaq. Biz iddia etmirik ki, Əli əhl-i beyt deyil və yaxud da ki, Ayşə əhl-i beyt deyil. Biz deyirik ki, kim Qur'anın dediyi şəkildə, Qur'anın bizə tanıtdırdığı, ritz adlandırdığı şeylərdən özünü təmizləyibsə də, onların hamısı əhl-i beytdir. Anlaşılır demək istəyirəm. Və bunu başqalarının üstünlük taslayaraq o adamları bütləşdirib Allahın yanında mütləq itaət sahibi kimi ortaya qoymaq da gülməli bir şeydir. Ayətə baxalım. Görək Allah kimi ritz adlandırır. Əhl-i beyt bu ritsdən təmizlənmiş kəslərdir. Uzaq olan kəslərdir. Ağlını işlətməyən hər kəs ritsdir. Yəni, hər türlü murdarçılıq edərlər o adamlar. Yunus surəsi 100-cü ayətdə bunları ritz adlandırıb Allah. Gəlin ritsi tanıyağım. Bəqərə Yunus 100-ü oxuduq. Maide 90-da Allah içkini, qumarı, falı, bütləri ritz adlandırmışdır. Bundan qorunan kəslər nədir? Əhl-i beytdir. Üçüncü, köksünü Allahın nazil etdiyi İslam'a açmayan kəsləri Allah Ənam 125-də ortaya qoyur ki, ritsdir.
Yəni kim köksünü İslam atsa, nə edər? Qurtulmuş olar. Əhl-i Beyt olar yəni. 4. Allahın yeyilməsini qadağan etdiyi şeyləri və xüsusən də donuzun ətini Allah ric adlandırmışdır. Naçar olmaq, istisna olmaqla bundan uzaq olan adamlar neyniyər? Əhl-i Beyt saylar. Əraf 71-də Allahdan heç bir dəlil olmadan nazil edilən ilahi kitaba əsaslanmadan ata-babalarının uydurduğu dini müdafiə edənləri, din yaşayanları Allah ric adlandırmışdır. Kim belə etməsə Əhl-i Beytdir. 6. Allah Tövbə 95-də Allah yolunda mübarizə etməkdən boyun qaçıran, dildə müsəlman, qəlbdə isə kafir olan münafiqləri də neynədir? Ric adlandırır münafiqliklə edənləri. Deməli, münafiqlik sifətindən qurtulan adamlar Əhl-i Beyt olacaqdır. 7. Allah nazil etdiyi ayələrə iman etməyən və ayələri ələ salan və onun oyuncaq hesab edən, Qur'anın yetərli olduğuna iman etməyənləri də Allah Tövbə 125-də ric adlandırmışdır. Kim belə eləməsə Əhl-i Beyt sayılacaqdır. Və yaxud da Həd surəsi 30-cu ayədə yalançılıq edib boş-boş sözlər danışanlar və Allahdan qeyrisinə pərəstiş edənləri, Allahdan qeyrisini Allahın yanına qoyub ona da pərəstiş edənlər ric adlandırılmışdır və bunu etməyənlər nədir? Əhl-i Beyt sayılacaqdır. Və Allah müşrikləri, şərik qoşanları da Tövbə 28-də yenə ric adlandırmışdır, murdar adlandırmışdır və müşrik, Allaha ortaq qoşmayanlar Əhl-i Beytdən sayılacaqdır. Və adamın deməsə də hədislərində də var ki, Səlmanın da barəsində o da biz Əhl-i Beytdəndir deyirlər Peyğəmbər. Amma nədəndirsə bunlar yalnız bunu demək istəmirlər. Bəzən də deyirlər, dırnaq arası tez üstündən keçirlər, adlayırlar. Yəni dediyimiz kimi bu ayətlərdə ricsi tapmalıyıq Qur'anda ki, ondan özümüzü qoruyaq ki, biz də neyniyək? Təmizlərin içinə, xilas olmuşların, İsa kimi kafirlərdən necə ki Allah İsa'nı xilas edir, qadın necə ki o haldan xilas olur, onu təharət adlandırır. İnsan Qur'anın tanıtdırdığı ricsdən xilas olanda neynəmiş olur? Əhl-i Beyt olan şəxslərin içinə girmiş olacaq. Gəlin, sonda bu ayətləri də bir yerdə ələ alağın. Və mən son bir dənə də ayəti qoy bura əlavə edən bunları oxuyaq, sözümüzü bitirək. Bəli, deməli, adam dedi ki, axırda bir hədis gətirdi. Dedi ki, sizin aranızda 2 ağır əmanət qoyub gedirəm. İnni tariqum səqaleyn deyə bir ifadə ilə. Mən sizə tərk edirəm aranızda 2 ağır əmanətlə kitabım və Əhl-i Beytim, itirətim. Kim bunlara möhkəm sarılsa, imsak eləsə, onlar əsla azmayacaq. Birincisi, adamın bir sözü, hədisi bir başqa hədislə ziddiyyət təşkil edir. Mənə bir kağız qələm gətirin, sizə bir şey yazım ki, yolunuzu azmayasınız deyir. Və bunu yazmağa imkan vermədilər. Orada deyir, dedi, amma burada yazmağa imkan vermədi. Orada deyəndə yazan olmadı mı yəni? Yox idi mi yaza? Təzdən bir də mi yazacaqdım? Nəysə, bir məsələ bu deyil. Gəlin, baxaq görək, həqiqətən bunu Quran təsdiqləyirmi? Bu hədisi də Qurana götürəyin. Baxırıq, görürük ki, Allah Teala bizə Furqan surəsində bir maraqlı başlıqla gətirir. Mən ayəti 27-dən ələ almağa çalışıram. Deyir, o gün zalim olan əllərini dişləyər, deyər ki, vay mənim halıma. Həqiqətən o günlər zalim bu adam barmağını dişləyər, deyər, vay mənim halıma. Keşkə mən Allah Rəsulundan bir yol tutub gedəydim. Birinci ifadə budur. İndi baxacağıq, Allah Rəsulunun yolu nə idi və onunla bir yol tutmaq üçün nə etməliyik? 28-ci ayədə buyurur ki, yəni qiyamətdən söhbət gedir, ayətin 27-dən gördük. Ya vəylətə, ey vay mənim halıma, keşkə filan kəsi, filanı özümə xəlil qərar verməyəydim, dost tutmayaydım. Filan kimdir? İsra surəsi 73, 74, 75-ə baxsaz görər. Deyir, Allahın demədiyi bir şeyi deyir, istəyirdilər ki, uydurub bizə nisbət verəsən, belə olduqda səni özünə xəlil tutarlar, dost tutarlar, xəlil qərar verərlər. Biz səni dində sabit saxlamasaydıq, acca da olsa onlara meyl edəcəkdin, o zaman həyatın və ölümün 2 qat əzabını dadardın, deyir. Ayət bizə başa salır ki, Allahın demədiyi bir şeyi Allaha aid edib nisbət verən adamları xəlil tutubdu bu adam. Aydın nə demək istəyirəm? Yəni Allahın demədiyini danışıb və beləliklə onlarla dostluq eləyibdir. Onlara nisbətdədir. Allahın elçisi
Eləmək istədilər, amma Allah sabit saxlayıbdı. Amma bu adam Qurana uymadı, sabit qalmadı. Qurandan başqa şeylərə uydu və onlarla dostluq elədi və burada peşman olur ki, keşkə nə edərdim, Allah Rəsulu ilə bir yol tutaydım. Filankəsi özümə xəlil qərar verməyədim. Onlar nə vaxt xəlil qərar verir? Allahın demədiyi bir şey deyəndə. Davam edək. 29-da buyurur ki, "Laqad adallana an zikri." Ayət onu təsdiqlər, artıq zikir deyir mənə gəldikdən sonra ləqət artıq and olsun ki, azdırdı məni zikirdən. Nə zaman? Bədə izcəəni, o mənə gəldikdən sonra, onun ardından. Və kana şeytana lil insanı xazula, şeytan insanı nə edir? Tənha qoyub qaçandır deyir. 30-cu ayədə Allah elçisi buyurur: "Və qara Rasul və Rasul da deyər: Ya Rabbi inni qavmi ittəxazu hazal Qur'ana mahcura." Ey Rəbbim, qövmüm bu Qur'anı neynədi? Məhcur buraxdı, tərk elədi. Doğrudur ya yox? Deməli biz buradan anlayırıq ki, Əhl-i Beyt, sənin iddian budursa da ki, Əhl-i Beyt bunda özdə hətta hədisini axıra kimi demir. O hədis biraz belədir ki, onlar Kövsər hovuzunun qırağında mənə yetişənə qədər əsla bir-birindən ayrılmaz. Bu günləri baxın görün cəmiyyət içində Qur'ana sarılanlar kimdir? Qur'anı adı mənim kitabım Qur'andır deyib, hətta əlindəki Qur'anın belə Allahın nazil etdiyi kitab olmadığına, hətta təhrif olunduğuna iddia edib, hətta Qur'an qalıb bir qırağa bir dəstə sahabənin dalınca, bir dəstə Əhl-i Beyt adında uydurduqları kitabların dalınca getdikləri halda bunlar necə ola bilər doğru yolda? Qiyamət günü Allah elçisi əgər Qurandan başqa bir şeyi əmanət qoymuşsa da niyə təkcə Qur'anın tərkinə görə şikayətlənir? Bunu da düşünməyinizi istəyirəm. Ümumi olaraq hədis də 3 növdür. Bu hədis bir sünni qaynaqlarında da, şiə qaynağında kitabın və Əhl-i Beytim keçir. Sünni qaynağında kitab və Əhl-i Beyt kəlməsi də var. İtrət kəlməsi ilə də gəlib. İkinci hissədə və yaxud da sünnəm kəlməsi ilə də gətirib. Sünnətimi qoyur, kitab və sünnə deyirlər. Bir dəstə də bunu deyirlər. Məşhur nəzəriyyə sünnədir əhl-i sünnəyə görə. Və ondan bir başqa, amma diqqət edin. Bu hədis tək də gəlib. Sizin aranızda nədir? Qiyamətə qədər bir dənə şey qoyub gedirəm, o da kitabımdır. Kim ona sarılsa əsla yolunu azmaz deyə mən ona dair videoda hazırlamışam. Şiə qaynaqlarında və sünni qaynağında hədislərdə Qur'an deyə. Orada baxa bilərsiniz ki, Allah elçisinin bizə qoyub getdiyi miras Qur'anın olduğunu göstərən yüzlərlə hədislər vardır ki, Qur'andır. Və bunlar da Qur'anın birinci tərəf Qur'andır. Hər ikisi, sünni və şiə qaynağı birinci qoyduğu əmanətin Qur'an olduğu deyir. Amma ikincisində ixtilaf ediblər. İxtilaf etdikləri zaman biz hara qaytaraq? Birinci gəl Allaha qaytaraq. Gəlin Qur'ana baxaq. Təbii ki, Allaha qaytarmağı bacaran kəslər, əgər vəhyin müxatəbi nəbidirsə, rəsulluq edərək ulul əmrlik də etmiş olur. Yox, o vəhyi almayan kəsdirsə, o sadəcə ulul əmr etmiş olur ki, vəhyə qaytarmaq qabiliyyətini, istinbat qabiliyyəti onda var deməli. Nisa 83-də bayaq oxuduğumuz kimi. İndi baxın, xahiş edirəm. Ayət bizə deyir ki, şikayət bundandır. Deməli, hədisin ikinci hissəsi yoxdur. O zaman bunlar yalan danışırlar. Bunu gördük. Sonra deyir ki, bu ikisinə imsak etmək ifadəsini gətirir. Yolunuzu azmayacaqsınız. Gəlin görək yolumuzun azmaması üçün bizə ən önəmli qoyulan şey nədir? İsra 9-da deyir ki, İnnə həzəl Qur'an yəhdi lilləti hiyə əqvam və yübəşşiril mu'minnəl-ləzine ya'malna salihat enne lehum ecrun kebira. Həqiqətən bu Qur'an ən qəvi olan, ən güclü olan o kəslər üçün ki, hidayətdir. Yəni ən doğru yola hidayət edən bir kitab olduğunu deyir Qur'anın və müjdədir möminlərə və salihat əməlləri edən kəslərə həqiqətən onlar üçün böyük bir əcr vardır deyir. Yəni Qur'anın ən doğru yola yönəldən bir kitab olduğunu 9-cu ayət ortaya qoymuş olur. Zümər surəsinin deməli 43-cü ayəsini Zümər demək Zuhruf surəsinə diqqət edin. Allah elçisinə əmr edir ki, "Fastamsik billazi uha ileykə innaka ala sıratın müstəqim." Sənə vəhy edilənə imsak elə, həqiqətən sən sıratəl müstəqimdəsən. Baxın, Allah bizə deyir ki, Muhammed peyğəmbər nəyə imsak etmişdi? Sarılmışdır. Muhammed peyğəmbərin əhl-i beyti səncə Məhəmməd Peyğəmbərin sarıldığı mı şeyə sarıldı, yoxsa başqa bir şeyə mi sarıldı? Gəlin bir dənə də ayət əlavə edək bunun böyrünə. Bir şey də göstərmək istəyirəm. Məsələn, 33-ün 21-i var.
Peyğəmbərin saqqalından, nə bilim, geyimindən özlərinə bənzətməyə çalışanlar əslində nəyə bənzəməlidir? Allah elçisi bizim üçün nədir bu ayətdə? Artıq oldu sizin üçün Allahın Rəsulunda usvatun həsənədir. Ən gözəl bir örnək, nümunə. Kimin üçün? Limən kana yarcullaha vel yevmil axir. O kəs üçün ki, Allaha və axirət gününə ümid bağlamışdır və zəkarallaha kəsirə və Allahı nə qədər çoxlu zikr eləyir. Burada bax feildir. Yəni ismi olan zikri feilə daşıyır. Aydın nə demək istəyirəm? İndi diqqət eləyək. Bizim üçün nümunə olan kəs Zuhruf 43-də nəyə sarıldı? Kitaba sarıldı. İmsak elədi buna. Və dalınca deyək ki, həqiqətən ləzikrun, bu bir zikirdir. Ləka sənin üçün və ləqovmikə və qovmun üçün və səvfə tus'alun. Siz tezliklə sorğu-sual olunacaqsınız. Tus'aluna sorğu-sual olunacaqsınız. Zəmir-i müstətir huvədir. Ondan yəni sorğu-sual olunacaqsınız. Anlaşıldı nə demək istəyirəm. İndi bir dənə də xahiş edirəm. Gəlin bir ayət də göstərim sizə. Allah Teala Bəqərə 256-da buyurur ki, dində ikrah yoxdur. Artıq apaçıq bəyandır, aşkardır. Rüşdlə azğınlıq, yəni doğruluqla, kamilliklə azğınlıq bir-birindən ayrılmışdır, fərqlənmişdir, bəyandır. Fəmən kim tağuta kafir olsa və Allaha iman etmiş olar. Fəqət istəmsəkə Allah ilə Allaha iman etmiş olar. Fəqət istəmsəkə bil urbətil vuska və beləliklə artıq imsak etmiş olar. Qırılması mümkünsüz olan bir dəstəyə ki, lənfisamə ləha. O nədir? Əsla fasilə düşməz. Vallahu səmiyun alim, Allah eşidəndir, biləndir. Bu ayətdə Allah Qur'anla hər şeyin doğrusu azğınlığından açıq fərqlənir. Bunu bildikdə insan nəyin batil, nəyin haqq olduğunu görə bilər və bu kitaba sarılan insanlar qırılması, əsla fasilə düşməyən bir dəstəyə sarılmış olduğunu ortaya qoya bilər. Ta ki, tağuta kafir olub Allaha iman gətirməyincə. Tağut kimlərdir? Tağut hər kəsin özünün Allahdan başqasına ibadətə çağıran, məsələn, bir Samiri buzova çağırdı, Allaha yoxdur. Samiri tağutdur, dəvət etdiyi cibdir. Nisa surəsi 53-cü ayətə əsasən görərsiniz, tağuta və cibdə qulluq edənlərdən danışır. Tağut nədir, cib nədir? Tağut özlərinin bütləşdirdiyi şey insanları ibadətə dəvət edənlər tağutdur. Dəvət etdikləri şeylər də cibdir. Bu günləri insanları nəyə dəvət edir? Özü kimi qulların sözünə qulluq etməyə dəvət edir. Yəni şəxsiyyətləri bütləşdirdilər. Yəni kitabları bütləşdirdilər. Halbuki insanları yalnız Allahın sözünə, Allahın kitabına, Allaha pərəstişə dəvət etməlidir. Bayaqları gördünüz, adam necə əyib bükürdü. Davam edirik. Bir daha bir şeyi də göstərim sizə. Deməli, Allah elçisi Zümər surəsinin 23-cü ayəsini də oxuyum. İnşallah sözümü bitirirəm, az qaldı. Allah buyurur ki, Allah Quranla hidayət etdiyini ortaya qoyur. Adam deyir ki, yolunuzu azmazsınız, yəni hidayət olarsa. Allah buyurur ki, Allah hədisin ən gözəlini bir kitab halında bir-birinin bənzəri və təkrarlanan olaraq ən gözəl nəzzələ, əhsənəl hədis deyir. Ən gözəl hədis olaraq nazil etdi. Allah buyurur ki, təqşəurru minhu, ondan deyir, ürpəşər dəriləri, o kəslərin ki, yaxşavuna Rabbahım, öz Rəblərinə görə əndişə içindədirlər. Tədirgin olan kəslər, xuşu edən kəslərin dəriləri ürpəşərdir. Bu cür təkrarlanan, bir-birinin bənzəri olan, bax, bayaqdan oxuyuram, göstərirəm, ayətindən açıqlayıram, onların batilliyini ortaya qoyuram. Bu üslubu gördükləri zaman onların dəriləri deyir, ürpəşərdir. O Allaha qarşı narahat olan kəslərin. Summa təlinə culuduhum və qulubuhum ilə zikrillah. Allahın zikrinə qarşı qəlbləri və dəriləri yumuşalar. Zikr etməklə yox, zikrinə qarşı, kitabına qarşı qəlbləri və dəriləri yumuşalar. Allah buyurur ki, zəlikə hudallah, budur hidayət. Allahın hidayət dediyi şey, bax, budur deyir. Yəhdi bihi mən yəşə, Allah belə hidayət edir. Yəni, bu şəkildə hidayət edir. Bunlar nə qarır? Ayəmi bağlamından ayıraraq, insanı Alimran 7-də
fitnə çıxartmaq üçün mütəşabih ayəni öz bənzərini ortaya qoymaq əvəzinə özlərinin istədiyi kimi təvil edərək insanları Allahın yolundan azdırmağa çalışırlar. Və men yuzlillaha fema lehu min had. Allahın zəlalətdə buraxdığı kimsəyə bir hidayətçi də tapılmaz deyir. Yəni Allah bununla hidayət edir. Bununla hidayət olmayan bir kəsi heç kəs hidayət edə bilməyəcəkdir. Yəni özünüzü yormağa dəyməz. Bir dənə də ayət göstərim. Elçi nə ilə hidayət edibdi, onu da görəyin. Şura surəsi 52-ci ayədə buyurur ki: "Və kəzəlikə vəhayna ileykə ruhan min əmrinə." Beləcə əmrimizdən olan ruhu sənə vəhy etdik. "Mə kunta tədri məl kitab vəl iman." Sən iman və kitab nədir dəqiqliyi ilə bilə bilməzdin. "Və lakin cəalnahu nuran." Lakin biz onu, yəni səni nə ilə hidayət etdik? Sənə nə ilə imanı və kitabı öyrətdik? Bax, onu biz nur qərar verdik. Nədən ötürü? Nəhdi bihi mən nəşəu min ibadinə. Qullarımızdan uyğun gördüyümüz kəsləri bax onunla nur qərar verdiyimiz, sənə kitabı və imanı dəqiqliklə öyrətdiyimiz o əmrimizlə, əmrimizdən olan ruhla hidayət edirik. Yəni kitabla hidayət edirik qullarımızdan istədiyimiz kəsi. Və innəkə lətəhdi ilə sıratım. Həqiqətən sən də doğru yola yönəldirsən. Yəni bununla özü hidayət olunan bir kəs başqalarını doğru yola yönəldə bilər. Yoxsa əks təqdirdə hara yönəldəcəkdir? Firon kimi o da doğru yönəldəcəkdir. Gəlin baxağın, bir dənə də son ayətlərimizdə inşallah Yusuf surəsinin bir dənə də bu ayəti oxuyaq. Allah buyurur ki: "Vəllezine yumessikune bil kitab və aqamus-salah. İnne la tezi'u ecrel muhsinin." O kəslər ki kitaba imsak edər, sarılanlar, adam deyir ki, Quran və Əhl-i Beytə imsak edənlər azmazlar. Allah deyir ki, o kəslər ki kitaba imsak edərlər, sarılanlar və aqamus-salah və salatı bərpa edərlər. Həqiqətən Allah onların əməklərini buç eləməyəcəkdir. Onların o salih olanların əcrlərini zay eləməz, mükafatlarını zay eləməz. Aydın nə demək istəyib? İndi gəlin son ayətlərimizi diqqət edək. Yusuf surəsi 108-də buyurur: "Deginən, bu mənim yolumdur. Mən Allaha dəvət edirəm. Alə bəsirətim. Bəsirətə əsasən." Bəsirət nədir? Onu da göstərəcəm. Tək nəbi mi dəvə? Ənə və mən ittəbəəni. Mən və mənə tabi olan, məni izləyən kəslər bəsirətə əsasən yalnız Allaha dəvət edirik. Bu mənim yolumdur. Yəni bir adam bayaqları Furqan surəsində dedi: "Keşke Allahın Rəsulundan bir yol tutaydım." Ayət burada başa salır ki, Allahın nəbisinin yolu Allaha dəvət etməkdir. Özünə dəvət etmək deyil. Şəxslərə dəvət etmək deyil. Adam o boyutda söhbət edir, bizi şəxslərə pərəstişə dəvət edir. Amma Allah elçisinin sünnəsi budur ki, nədir? Metodu budur ki, ancaq Allaha dəvət etməkdir. Allahdan başqasına əsla dəvət etməz. Bu bəsirətə əsasən olmalıdır və bu deyir mənim və məni izləyənlərin, məni təqib edənlərin, mənə tabi olanların deyir nə idi? Yoludur deyir. Və o Allah da Sübhandır və mən də müşriklərdən deyiləm. Deməli, bundan qırağa çıxan adam, bəsirətə əsaslanaraq yalnız Allaha dəvət etmək yolundan kənara çıxan adam müşrikdir. Və həmən insanlar tağutdur və həmən insanlar azmışlar və onların yolunu getməkdən qorxun, çəkinin. Gəlin görək bəsirət nədir? Buna görə də 2 ayət açmışdım. Onu da göstərim, sözüm tamam olsun. Allah Teala buyurur ki, Ənam surəsi 103-dən başlayır ki: "La tudrikuhul əbsar və huve yudrikul əbsar." Gözlər, bəsirətlər, görmə qabiliyyəti. Burada bəsirət tək görmək deyil. Yəni qulaqla eşitdiyin, gözlə gördüyün bütün varlığı ilə idrak edə biləcəklərin heç bir şeyi onu idrak edə bilməz. Amma o bəsirətləri idrak edir. Niyə idrak edə bilmərik? Çünki Allah deyir ki, mən lətifəm, xəbirəm. Yəni lətiflik olduğuna görə elə bir lətiflik var ki, onu heç bir hissi orqanı onu idrak edə bilmir. Davam edir 104-də buyurur ki, Allah qad cəəkum bəsairun min rabbikum. Allah deyir ki, artıq sizə Rəbbinizdən bəsairlər gəldi. Fəmən əbsara, kim bəsir olsa,
Fəlinəfsihi öz xeyri üçündür. Və mən əmiyə kimdə kör olsa və aleyhə o da onun əleyhinədir. Və mənə aleykum bihafiz. Mən sizin üzərinizdə mühafizəçi deyiləm. Yəni Rəbbinizdən sizə bəsirətlər gəldi deyir. Kim görsə öz xeyrinə, kim körlük eləsə öz əleyhinədir. Mən də sizin üzərinizdə mühafizəçi deyiləm. Mən sizin vəkiliniz də deyiləm. Başqa ayətlər də var. Buradan başa düşürük ki, bəsirətlər Allahdan gələn şeyin adıdır. Allahdan gələn vəhiylərə Allah bəsirət adı qoymuşdur. Bir dənə də ayət göstərim və sözüm yekunlaşsın. Əraf 203-də deyir. Bir ayət gəlmədikdə, orada deyir ki, Rəbbinizdən sizə bəsirətlər gəldi. Burada deyir ki, bir ayət gəlmədikdə deyərlər ki, onu da özündən uydurmalı. Keşke onu da özündən uyduraydı. Dərləyib toplayaydı. İstinbat eləyərdi. Yəni zənni olaraq. Biri var kitabdan istinbat, biri də var ki, bugünkü adamlar kimi nədir? Öz şəxsi rəylərinə, xoşuna gələn sözləri seçir, məntiqinə uyğun olan və bundan din adına, Allah adına hökmlər qoyur. Və Nəbi də deyir, keşkə belə eləyəydi. Yahudi alimləri elə eləyirdi, Xristiyan alimləri elə eləyirdi, bugünkü İslam alimləri adlanan ənənəvi din adamları da zaten elə eləyirlər, amma Nəbi belə eləməyibdi. Eləmədiyinə görə deyirlər ki, keşkə belə eləyəydi. Allah deyir ki, İnnəmə ətəbiyu ma yuha ileyyə min Rabbi, mən yalnız Rəbbimdən mənə vəhiy ediləni izləyirəm. Ona tabi oluram. Həzə bəsairu min Rabbikum. Bu Rəbbimdən olan bəsirətlərdir və hudən və hidayətdir və rəhmətdir. İman gətirən bir toplum üçün. Buradan da anlayırıq ki, bəsirət Allah elçisi özü də ona tabi olub və biz də gördük ki, bizə də deyir ki, kim görsə öz xeyrinədir, kim də kör olsa öz əleyhinədir. Yəni biz də bu bəsirətə tabi olsaq, o zaman Yusuf surəsi 108-ə görə bəsirətə əsasən Nəbi və Nəbiyə tabi olan kəslər yalnız Allaha dəvət edəcək. O da kitaba əsasən. Nəinki şeyxə, ağıya, ona, buna. Və sözümün sonunda təharətlənmək sözü gətirdi. Vaqiə surəsinin 79-unda bir ayət var. Lə yəməssəhu illəl mutahharun. Ona ancaq toxuna bilənlər kim ola bilər? Mutahhar olanlar oxu. Gəlin biz bu ayəti belə deyək, bir neçə ayət qabaqdan ələ almaqla oxuyağın. Allah and içirir. Deyir ki, qoy buradan başla. Fələ uqsim bimavqaqi min nucum. And olsun mənzilləri olan, mövqeyləri olan nücum, ulduzlara, parlayan ulduzlara, özündə işıq olan ulduzlara and içir Allah. Və innehu laqasamun law ta'lamun azim. Şübhəsiz ki, həqiqətən o laqasamun, hökmən nədir? Anddır. Keşke bu əzəmətli andları neynəyədiniz, biləydiniz. Yəni Allahın and içdiyi şeydə bir bilgi var, bir dəyər var, bir elm var, araşdırmaq lazımdır. İnnələ Qur'anun kərim. Allah deyir, şübhə yoxdur ki, şübhəsiz ki, həqiqətən o kərim olan bir Qur'andır. Qur'andan danışır. Fi kitabın məknun. Bu Qur'an kitab, bu nədir? Qorunan bir kitabdır. Məknun olan. Yəni bunun təhrifata uğraması mümkün deyildir. Fi kitabın məknun. Qorunub saxlanan bir yazıdır bu, kitabdır. Lə yəməssuhu illəl mutahharun. Ona təmiz olanlardan başqası da neyləyə bilməz. Ona deyir, pak təmiz olanlardan başqası toxuna bilməz. Təmiz olanlar kimlər idi? Bayaq saydığımız ridisdən arınmış olanlar yəni. Yəni ağlını işlətməyən adam buna toxuna bilməyəcək, bunu anlaya bilməyəcəkdir. Anlaşılır nə demək istəyirəm? O neçə dənə şeylər saydıqca, bayaqları məqalədən göstərdim. Burada gördüyünüz kimi Tövbə 28-dən başlayır, Həcc 30, Tövbə 125, Tövbə 95, Əraf 71, Ənam 145, Ənam 125, Maidə 90, Yunus 100, bu ayətlərdəki ridisdən dedik danışır. Bunlardan təmizlənməyən, bunlardan qurtulmayan adamlar Qur'ana neynəməyə bilməyəcək? Qur'anla ünsiyyət qura bilməyəcək, Qur'anla təmas yarada bilməyəcək, Qur'ana bağlana bilməyəcək, Qur'ana imsak edə bilməyəcəkdir. Dalınca Allah nə deyir? Tənzilun min Rabbil aləmin. Aləmlərin Rəbbindən nazil etmişdir. Bu fiziki təmizlik də deyil. Dəstəmaz, Quran oxuyanda da gərək dəstəmazda olasınız deyə bu ayətə əsaslanırlar. Yəni güya ki, Allah deyir ki, ona ancaq paklar toxuna bilər. Əgər elədirsə də onda nə qədər Quranı yandırırlar, əyəxləyirlər. Allahın sözü yalana çıxır axı bu ayətə görə. Bunlar qələt edirlər. Burada fiziki bir toxunmaqdan söhbət getmir. Ayətin mənasını anlamaq, idrak etmək mənasını ortaya qoyur ayə.
Allah deyir ki, bu aləmlər sözü də nədir? Bilgi, elm qabiliyyəti olanların Rəbbi tərəfindən nazil edilmişdir. Elm və bilgi qabiliyyəti olanlardan başqasına aləm sözü deyilməz. Alim bilən deməkdir, aləm bilgi qabiliyyəti olan deməkdir. Aydındır. Davam edək. Fəbihazəl hədisi entum mudhinun. Allah deyir ki, belə isə bundan sonra siz fəbihazəl hədisi entum mudhinun hansı hədisi belə deyək də siz bu hədisi mi yalan sayacaqsınız? Qoy belə deyək. İndi siz bu hədisi mi? Burada da kəlam sözü qoyublar, sözü pəti gizlətməyə çalışırlar, hədis keçir. İndi siz bu hədisi mi yalan? Yəni Allah bu kitaba hədis qoymadır. Bu kitabın bir adı da nədir? Bu kitabın bir adı da Hədisullahdır. Allahın hədisidir. Yəni kitabın, desək ki, Qur'an-ı Kərim deyirik. Aydındır. Bu kitabın bir adı da nədir? Kitabul hədistir. Bu kitabın bir adı da hədistir bu ayətə görə. Şimdi siz bu sözü deyə kəlmə qoyulan Alibulasda sözü mü hor görüb küçümsüyorsunuz? Mudhinun, kiçik görürsünüz. Aydın oldu ne demək istəyirəm? Yəni Allah Teala buradan açıq şəkildə başa salır ki, bu kitab bir hədisdir. Bunlar bu hədisi qoyub başqa hədislərin dalınca qaçırlar və Allah Teala bunu onların yanına buraxmayacaqdır. Siz də bu cür videoları izləyib özünüzü də, insanları da çaşqın vəziyyətə salmayın. Belə videoları həqiqətən paylaşmayın. Yanlışdır yəni. Qur'anı araşdırın, Qur'anı oxuyun və çox peşman olacaqlar. Qiyamət günü gəldikdə o zaman gec olacaqdır. Və sözümü bu ayətlə yekunlaşdırıram. Allah Casiyə surəsi 6-cı ayəsində deyir ki, tilkə ayətullah. Bunlar Allahın ayələridir. Nətluha aleykə, sənə tilavət olunur. Buradakı sən Məhəmməd Peyğəmbər idi bir zaman. Və bugün oxuyan hər kəsə o sənin yerinə özünü qoy. Deyir, bunlar Allahın ayələridir ki, sənə tilavət olunur. Haqqı ilə, bir həqiqət olaraq. فَبَأَيِّ حَدِيثٍ بَعْدَ اللّٰهِ وَآيَاتُهُ يُؤْمِنُونَ. Belə isə siz Allahdan və onun hədisindən sonra hansı hədisə iman gətirəcəksiniz? Yəni ayət açıq və nətdir. Allah deyir ki, Allahdan və onun ayələrindən sonra, yəni Allaha bir ayrıca, ayələrinə bir ayrıca iman yoxdur. Ayətlərə iman etmək, Allaha iman etməkdir. Sən ayətləri qəbul etmə. 100 dəfə denən mən Allaha iman edirəm, Allah o imanı səndən qəbul eləmir. Deyir, mənim ayətlərimə iman et ki, mənə iman etmiş olasan yəni. Və mənim ayətlərimdir həqiqi hədis. Bu hədis uydurulmuş bir hədis deyil. Yusuf 111'də deyir ki, onların qissələrində sizin üçün ibrətlər vardır. Yəni bu bir nağıl deyil, elə belə oxuyub vaxt keçirəsən, maraqlı bir nağıl idi deyəsən deyə. İbrət götürməlisən, oradan özün üçün nəticə çıxartmalısan. Quranda danışılan Yusuf qissəsi, Musa qissəsi, Firon qissəsi, bütün qissələr iman gətirən, ağılını işlədən mömin bir toplum üçün ibrət üçün anlatılmışdır orada. Yoxsa sən Firondan danışan ayən Firona aid eləyənməzsən. Sən oradan ibrət almalısan. Allah deyir ki, bu hədisin yuftara, uydurulmuş bir hədis deyildir. Aydındır nə demək istəyirəm. Ona görə Quran ən gözəl qissədir, Quran ən gözəl hədisdir, Quran ən gözəl təfsirdir. Furqan surəsi 32-33-cü ayətlərdə baxsaz görərsiniz bunu. Əhsənul təfsir deyir. O idi ki, ən gözəl təfsirin və ən gözəl hədisin bunların uydurduqları nağıllara ehtiyac yoxdur. Haqqa hidayətə tabi olanlara salam olsun.